Salam mənim kanalımın seyirciləri. Çəkilişi Quran-ı Kərimdən bir ifadə ilə başlamaq istəyirəm. Amma din haqqında, dinin təbliği haqqında bir video deyil bu. Bizim icazəmiz olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Başa eşitdin, dərk elədin, başa düşdün. Bizim icazəmiz olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Bunun altında nə daxildir? Bunun altına daxildir Hitlerin 11 milyon estağfurullah olsun konslagerdə Dachau yadımdan çıxdı o konslagerin adı. 11 milyon konslagerdə yandırdıqları. Bura daxildir Xocalı. Bura daxildir yoxa çıxmaqda olan Ukrayna. Bura daxildir bir neçə nəfərin birləşib üzərinə düşdüyü İran. Yəni bizim icazəmiz olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Özün Allah Taala belə təqdim eləyir. Bibliyada, Vetx Zavetdə, başqa şeylərdə də başqa cür təqdim eləyib. Mən müsəlman Azərbaycanlı olduğum üçün hamımızın bildiyi kitabdan, sitayiş elədiyi kitabdan, Qurandan misal gətirirəm. Yəni, bura kimi dərk elədin ki, başıma gələn nə varsa, tək sənin yox. Bütün yer kürəsinin, yer planetinin, Ukrayna olsun, İran olsun, Xocalı olsun, konslagerdə yandırılanlar olsun, Allahın xəbəri var. Və digər tərəfdən qəbul eləyirsən ki, o güclü və qüdrətlidir. Всемогущий. Bütün 4 kitabın 4'ünde de deyir ki, o güclü ve qüdrətlidir. Ondan güclü ve qüdrətli bir şey yoxdur. 2 tane faktor var əlində. Onun icazəsi olmadan bir şey baş vermir və o güclü və qüdrətlidir. Onun üstündən durub ona yalvarmağa dəyərmi ki? Ay Allah, bunu eləmə və yaxud da mənim gözümün öş çıxartdığım, belimin öş qurduğum. O hər şeyi biləndir. Onun icazəsi olmadan hər şey heç nə baş vermir. Və güclü qüdrətlidir. Demək istəsəydi Ukrayna olmaya bilərdi, Xocalı olmaya bilərdi, 11 milyon da faşistlər yandırmaya bilərdi. İstəyibsə, olubsa, ancaq acizlik. Məsələn, mən şəxsən acizəm. Durub yalvarmıram ki, niyə? Çünki bilərəkdən olub, çünki güclü və qüdrətli eləyib.